Yoğunluğu müəyyən edin. Canlı orqanizmlər verilib burada. Meyoz bölünmə göstərilib. Hüceyrə divarının olması göstərilib. Anizogamiyalı gamet tipi vardı. Bir də produsent olması göstərilibdir. Birinci nədir? Meyoz bölünmə hamısına demək olar ki, plus qoyubdular. Hüceyrə divarı, izogamiya, bir də produsent olmasına. Və bu hansı canlıya aiddir? Biz bilirik ki, meyoz bölünmə şamda gedir. Hüceyrə divarı var, bəli, yəni bitkilərdə olur. Anizogamiya da vardı, toxumlu bitki idi. Produsent də bəli sayılırdı. Ona görə də 1A olacaqdır. 2-yə baxaq. 2-də meyoz bölünmə yoxdur. Hüceyrə divarı da yoxdur. Heç biri yoxdur. Yəni burada heç birinə aid məlumat verilməyibdir. Deməli, hüceyrə divarı yoxdursa, bu heyvandır. Yəni 100% buradan tapdıq. Burada verilən cavablarda heyvan bir dənə aida möf verilib. Bunu asanlıqla tapa bilərsiniz. Təbiidir ki, orada gamet də yaranmırdı. Aida möfdə, produsent də deyildi. Oradan da qeyd edə bilərsiniz. Sonra üçüncünə bax görək nə veribdir. Meyoz bölünmə yoxdur. Hüceyrə divarının olması vardı. Hüceyrə divarı bitkilərdə, bakteriyalarda, göbələklərdə olur. Bax görək bunlardan meyoz bölünmə olmayan bakteriyadır. Tamam, bu bakteriya olacaqdır. Produsent olması da vardısa, tamam, göy yaşıl yosun, yəni siyanobakteriya da produsentdir, hüceyrə divarda vardı. Yaşıl bakteriya da ilk fotosintez edici canlımızdır. Yəni, bu da produsentdir. Ona görə də B və E olacaqdır. Deməli, burada tapdıq 1A, 2C, 3BE. Qızıl sarmaşığı götürə bilmərik. Burada heç birinə aid deyil. Məsəl üçün, üçüncünə niyə aid deyildi? Mesela meyoz bölümü orada gedir. Minus qoyubdu. Orada meyoz bölümü vardı. Ona görə də 1A, 2C, 3BE götürə bilərik.